Birinci Qarabağ müharibəsində işğalçı erməni ordusuna ən son müqavimət göstərilən, İkinci Qarabağ müharibəsində isə zəfər yürüyüşünün başladığı ərazilərdən birindəyik. Erməni ordusunun keçilməz dediyi sədləri qəhrəman Azərbaycan əskəri canı və qanı bahasına keçdi. İndi isə bu yollarda lalələr açır. Şəhid qanı bu torpaqlarda. Füzulinin yuxarı Alxanlı kəndi ərazisində göyərib lalələrə çevrilib. Sanki şəhidlərin ruhu təbiətə hopub, lalə tək boy verib bu yerlərdə. Təbiət şəhidlərə ehtiramını, sevgisini belə ifadə edir. Biz unutmadığımız kimi ana torpaqda unutmur. Azərbaycan əskərinin az qala qarış-qarış irəlilədiyi istiqamətlərdən biridir bu ərazilər. Şuşaya doğru zəfər yolunun hər iki kənarından boylanan lalələrdə yarımçıq şəhid arzularının iskili də var. Müsahibimiz Məmməd Hüseynzadə aprel döyüşləri, 2-ci Qarabağ müharibəsi və antiterror əməliyyatları iştirakçısıdır. Bu döyüşlərdə şəhid olan dostlarını xatırlayarkən həyəcanını saxlaya bilməsə də qürurla danışır. Bugün o laləyə baxanda sanki onları xatırladı, sanki onların ruhları şaddır, yəni bizə baxırlar. Şəhid uca bir məqamdır, şəhid məqamı hər insana qismət olmur. Vətən torpağı bizə hər bir yeri müqəddəsdir, amma şəhid qanı tökülən torpaqların hər bir yeri yəni bizə daha da müqəddəsdir. Bugünkü gündə bizim vətən torpaqları şəhid qanlarından suvarılmışdır. Bu günlər biz bu lalələri burada görəndə bir şəhid qardaşlarımızın ruhu şaddır, oradan bizə baxırlar. Şəhid qanını xatırladan bu laləlik həm də bayrağımızdakı qırmızı rəngi simvolizə edir sanki. Azad edilən torpaqlarda dalğalanan bayrağımızla birlikdə şəhidlərimizin ruhu da yüksəlir. Bu lalələr isə onların qanı ilə suvarılmış torpaqların üzərində açan həyat çiçəkləri kimi həm də Azərbaycanın bütövlüyü uğrunda apardığı mübarizənin simvoludur. Laləyə çönüb yenidən bu torpaqlara qayıdan 1-ci və 2-ci Qarabağ şəhidlərinin qanı hədər yerə axmadı. Biz hazırda bir vaxtlar Azərbaycan Ermənistan qoşunlarının təmas xətti adlanan ərazidəyik. İndi isə bu lövhədən də görüldüyü kimi bu yerlər işğaldan azad edilmiş ərazilərin girişidir. Şöhrət Eyvazov, Zahir Məhərrəmov, İTV Xəbər, Füzuli.